Paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə etik normalara zidd davranışları, xidmətə aid olmayan mövzularda söhbətlər və yersiz təkliflər etmələri barədə polis orqanlarına müraciətlər daxil olur. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev bildirib, o qeyd edib ki, baş verən bu kimi halların qarşısının alınması məqsədi ilə paytaxtda profilaktik və nəzarət tədbirləri davam etdirilir. Polis əməkdaşları tərəfindən Yasamal və Xəzər rayonlarında 2 taksi sürücüsünün hərəkətləri ilə bağlı artıq araşdırma aparılıb. Toyota markalı, Mercedes markalı nəqliyyat vasitələrinin sürücüləri müəyyən olaraq məsuliyyətə cəlb olunublar. Sizin nömrənizi götürsəm problem olar sizin üçün. Mən sadəcə bəyəndim deyə soruşdum sizdən ki, yəni olar belə bir çay içmək. Hem yükleyip götürsem de ben bir utanırım. Gelmem onu be.